Salam, hər vaxtınız xeyir. Bildiyiniz kimi sertifikasiya imtahanının artıq rəsmi tarixləri müəyyənləşib. 19 və 20 iyun tarixində ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək və bu sertifikasiya imtahanına dəstək məqsədi ilə riyaziyyat suallarının tez-tez izahlarını paylaşacağam sizlər üçün ki, kim ki sertifikasiya imtahanına hazırlaşır, bu video izahlara baxaraq özlərini daha da təkmilləşdirə bilərlər. Ümumiyyətlə, tədris ilinin əvvəlindən etibarən Nuri Akademi Tədris Mərkəzi olaraq Azərbaycan dili, riyaziyyat və kurikulum fənlərindən ibtidai sinif müəllimləri üçün ödənişsiz, yəni ümumi sınaq imtahanları keçirdirik ki, yerdə qalan 4 dənə ümumi sınaq imtahanımız var. Həmin o sınaq imtahanlarımızda iştirak etmək istəyirsinizsə 051 595 1091 nömrəsi WhatsApp-na yaza bilərsiniz. Yenə də səsləndirəm 051 595 1091 nömrəsini WhatsApp-na yazın, sizi sınaqlar qrupuna əlavə eləyək. Sınaqlarımız tam ödənişsiz imtahan formatındadır. İstəyər MİQ, istərsə də sertifikasiya imtahanı. Yəni, MİQ imtahanında necə səhv düzü aparılırsa, bizim sınaqlarda da səhv düzü aparıb elə bal müəyyənləşir. Eyni ilə sertifikasiya imtahanında da 60 bal üzərindən müəyyən ballar müəyyənləşir ki, burada 25 riyaziyyat, 25 ana dili, 10 da kurikulum sualları öz əksini tapır. Ödənişsiz ümumi sınaqlarda iştirak etmək istəyirsinizsə 051 595 1091 nömrəsi WhatsApp-na yaza bilərsiniz. Gəlin artıq başlayaq birinci sual izahından. Deyir, verilmiş ədəd milyonluqlar mərtəbəsinə qədər yuvarlaqlaşdırıldı. Sıfırlanan rəqəmlərin sayını tapın. Məsələn, tutaq ki, baxın, 56 milyon 783 min 414 ədədindən söhbət gedir və bizim deyir ki, bunu milyonluqlar mərtəbəsinə qədər yuvarlaqlaşdır. Təkliklər mərtəbəsi, onluqlar mərtəbəsi, yüzlüklər mərtəbəsi, minliklər mərtəbəsi, 10 minliklər mərtəbəsi, 100 minliklər mərtəbəsi və milyonluqlar mərtəbəsi və milyonluqlar mərtəbəsindən bilirsiniz ki, biz məsələn milyonluqlar mərtəbəsinə qədər yuvarlaqlaşdırırıqsa əgər, altına xətt çəkdiyim ədəddən sonraya baxıram. Əgər ədəd 5, 6, 7, 8, 9-dursa, bu altına xətt çəkdiyim ədəd bir vahid artır. Yox, 4, 3, 2, 1, 0-dırsa, bu ədəd olduğu kimi qalır. Deməli, olur bu 57 və bundan sağda neçə dənə rəqəm varsa, o qədər 0 yazılır. 0 yazılır. Deməli, 6 dənə 0 olmuş olacaq. Daha sonra, deməli, birinci sualda B variantıdır. Daha sonra ikinci sual. Deyir, 60 km/saat sürətlə gedən bir avtomobil sürətini 20 km/saat artırsa, gedəcəyi yerə 1 saat tez çatar. Buna görə yol neçə kilometrdir? Tutaq ki, birinci sürəti 60 km/saatdır və getdiyi zamanda, yəni zamanda x-dır. Əgər ki, sürətinə 20 km/saat artırsa, olacaq sürəti 80. Bu zaman, məsələn, tutaq ki, 60 ilə 5 saata gedirdisə, 80 ilə gelib 4 saata, yəni 1 saat tez. Yəni, T2 bərabər olacaq x çıx 1. Deməli, bilirik ki, nə olur olsun, yəni ki, sürətini artırsa da, azaltsa da, yəni məsafə dəyişmir. Ona görə məsafəni tapmaq istəyirəmsə, yəni S1 S2-yə bərabərdir. S1 bərabərdir V1 vur T1, S2 bərabərdir V2 vur T2. Yəni 60 vur X bərabərdir 80 vur X çıx 1-ə. Vurub açsam, olacaq 60X bərabərdir 80X çıx 80-ə. Bu 80-ə keçirsəm bu tərəfə 80 bərabərdir 80X çıx 60X-a. Bu zaman 80 bərabərdir 20x-a, x bərabərdir 4-ə. Deməli, x 4-dür, burada da x 3-dür. Deməli, 60 km/saatla 4 saata gedir, 80 ilə də 3 saata gedir və yolu istəyir bizdən. Baxın, 60-ı da 4-ə vuranda 240 km eləyir, 80-i də 3-ə vuranda 240 km eləyir. Çünki ümumi yol elə 240 km-dir. Doğru cavab olur A variantı. Üçüncü sual, deyir, Rövşənin 16 yaşı olanda, deməli, Rövşənin 16 yaşı olanda İsmailin 10 yaşı var idi. Rövşənin 13 yaşı olanda, yəni Rövşənin 13 yaşı olanda
Orxanın 14 yaşı var idi. Orxanın 14 yaşı var idi və buradan görünür ki, Rövşənlə İsmail arasında 6 yaş fərq var, amma Rövşənlə Orxan arasında 1 yaş fərq var. Orxan Rövşənə 1 yaş böyükdür. İndi deyir Orxanın 22 yaşı olanda, məntiqlə Orxanın 22 yaşı olanda Rövşən 21 yaşı olacaq və Rövşənin 21 yaşı olan bir müddətdə də, illər keçsə də, nə baş versin, insanlar arasında yaş fərqi dəyişmir. Onda İsmailin 15 yaşı olacaq. Bizdən də Orxanın 22 yaşı olanda İsmailin yaşını soruşurdu. İsmailin 15 yaşı olmuş olacaq. 3-də doğru cavab B variantı. Dördüncü suala baxaq. Deyir, ABCD kvadratı verilmiş şəkildə 3 bərabər düz. Baxın, bir dənə burada A, B, C, D bir dənə kvadratdır. Verilmiş şəkildə 3 bərabər düzbucaqlıya ayrılıb. Deməli, deyir ki, düzbucaqlının birinə verilmiş şəkildəki sahəsi 36 olan rəngli kvadrat. Baxın, bu kvadratın sahəsi 36-dır. Onda bu kvadratın tərəfi 6-6-dır da. Çünki biz bilirik ki, bir kvadratın sahəsi 36-dırsa, məsələn, tərəfi A olsaydı, bu A vur A bərabər idi 36-ya. Hansı iki ədədin hasılı 36-dır? Deməli, A 6-dır. Deməli, bu kvadratın tərəfi 6-dırsa, deməli, burada düzbucaqlıya bitişdiyi üçün bu düzbucaqlığın birinin də tərəfi 6-dır. Və bu 3 bərabər düzbucaqlıya bölünübsə, deməli, bu da 6-dır, bu da 6-dır. Deməli, bu yekə bir dənə kvadratın bir tərəfi 18-dirsə, kvadratın bütün tərəfləri 18-dir axı. Bu tərəf də 18 olur. Amma onsuz da bizdən deyir düzbucaqlılardan birinin sahəsi. Məsələn, bu düzbucaqlının sahəsi tap. Biz tapdıq ki, düzbucaqlının eni 6, uzunluğu 18-dir. Sahəsi tapmaq üçün 6-nı 18-ə vurmaq kifayət eləyir. Doğru cavab olur 108 santimetrin kvadratıdır variantı. 5-ci suala baxaq. Deyir 3 ədədin cəmi 70-dir. İkinci ədəd birinci ədəddən 4 dəfə böyükdür. Deməli, 3 dənə ədəd var. Cəmi 70-dir. İkinci ədəd birinci ədəddən 4 dəfə böyükdür. Yəni, ikinci ədəd 4x-dirsə, birinci ədəd x-dır. Üçüncü ədəd isə birincidən 5 dəfə böyükdür. Yəni, 5x-dır. x, 4x, 5x bərabər 70-ə. Onda 10x 70-dirsə, x 7-dir. Deməli, 10x 7-dir. Deməli, bizə də deyir ki, birinci ədəd 7, ikinci ədəd deməli, olacaq onda 28, üçüncü ədəd olacaq 35. Bizdə ikinci ədədin rəqəmləri hasilini tapın deyir. 28-in rəqəmləri hasili 2 vur 8, 16-dır. Burada 6 yazılıb, düşməyib. 16, 1 yazılmaq düşməyib 1. Burada 16 olacaq Y variantında. Daha sonra ikinci ədədin rəqəmləri hasili 2 vur 8, 16 olacaq Y variantı 5-ci sualda. Daha sonra deməli, baxaq növbəti test tapşırığına. Deyir, rəqəmləri cəmi 19 olan müxtəlif rəqəmli ən böyük 4 rəqəmli natural ədəd. Baxın, bir dənə ən böyük 4 rəqəmli və rəqəmləri müxtəlif. Və bu 4 rəqəmin də rəqəmləri cəmi 19 olan ən böyük 4 rəqəmli natural ədəd deyirsə, məsələn, bilirsiniz ki, ən böyük ədəd deyəndə birinci yerə 9 yazıram. İkinci yerə 8 yazıram, amma tələsmirəm. Çünki 9-8 yazmışamsa, bəli, bunu böyütmüşəm. Amma burada axı deyir, rəqəmləri cəmi 19 olsun. 9 ilə 8-in rəqəmləri cəmi 17-dir. Deməli, mən bundan sonra elə bir ədəd yazmalıyım ki, o ikisinin rəqəmləri cəmi eləsin 2. Ona görə gəlin elə, bura 1, 2 yazaq, burada bir 0 yazaq. Həqiqətən də 9820 ədədi rəqəmləri cəmi 19 olan və müxtəlif rəqəmli, ən böyük 4 rəqəmli natural ədəddir ki, amma bizdən bunun ən kiçiyini də soruşur. Ən kiçiyini tapmaq istəyiriksə, bu zamanda mütləq şəkildə ən kiçiyini soruşursa, birinci 1-nə başlamalıyam, daha sonra 2 yazmalıyam. Düzdür? 1, 2. Çünki 1, 0 yazsam, məsələn, bəzən müdavimlər tez yazır, bura 0. Mən bura 1, 0 yazsam, bunun rəqəmləri cəmi, məsələn, tutaq ki, mən bura 1, 0 yazmışam, baxın.
Bunun rəqəmləri cəmi 19 eləməlidir. Amma bura 18, deməli qalan 2 rəqəmləri cəmi 18 olmalıdır. Mən deyə bura rəqəmləri cəmi 18 olması üçün 2 dənə 9 yazım. Amma bizə deyir axı ən böyük 4 rəqəminin natural ədədləri rəqəmləri cəmi 19 olan müxtəlif rəqəmlərin kiçik. Yəni ki, bunun əgər mən 9-dan da böyük bir ədəd yaza bilməyəcəyimə görə, ona görə deməli burada 0 özünü doğrultmur. 1-i də istifadə elədiyim üçün məcburam 2 yazıram. 2 yazanda bu olur 3. 3 isə deməli bu ikisinin cəmi 16 olmalıdır. Cəmi də 16 olması üçün 7, 7, 6, 6 deyə bilmərəm. Mütləq şəkildə biri 9 olmalıdır. Biri də 7 olmalıdır. Təbii ki 97 yox, 79 yazaq. Çünki ən kiçik olsun. Deməli ən böyük ədəd 9820 oldu. Ən kiçik ədədim isə 1279 oldu. Bunları bir-birindən çıxıram. 1, deməli burada qalır 4, 8, 5. Deməli doğru cavab olur A variantı 6-cı test tapşırığında. 7-ci test tapşırığına baxaq. Deyir, tənliyin kökü haqqında deyilən fikirlərdən hansı doğrudur? Tənliyin kökünü tapmaq istəyiriksə əgər, baxın, tənliyi yazıram bura. X bölünsün 2, üstə gəlinsin 3. Bərabərdir. 4x çıx 18 bölünsün 2. Hər tərəfi gəlin 2-yə vuraq. Yəni ki, bu ifadənin hər tərəfini 2-yə vurmaq o deməkdir ki, 2 vurulsun x bölünsün 2. Üstə gəl. 2 vurulsun 3. Bərabərdir. 2 vurulsun 4x çıx 18 bölü 2. 2'lər getdi. Bu 2'lər getdi. Qaldı nə? X üstə gəl 6 bərabərdir. 4x çıx 18-ə. 6 ilə 18-i bir tərəfə keçirdirəm. 4x ilə də x-i bir tərəfə keçirdirəm. 24 bərabər olur 3x-a. X bərabər 8-ə. Tənliyin kökü tapdım 8. İndi deyilən fikirlərdən hansının doğru olmağı önəmlidir. Deyir, ən kiçik bir rəqəmli cüt ədəddir. Ən kiçik bir rəqəmli cüt ədəd 2-dir. Bizdə amma kök 8'dir. 5'e qalıqsız bölünür. Xeyr. 8 5'e qalıqsız bölünmür. 2 misli ən böyük bir rəqəmli cüt ədədə bərabərdir. 8'in 2 misli 16'dır. 16 da ən böyük bir rəqəmli cüt ədəd deyil. Səhvdir. Ən kiçik 2 rəqəmli tək ədəddir. Xeyr, 8 tək ədəd deyil, cüt ədəddir. 4'e qalıqsız bölünür. Bu fikir doğrudur. 8 4'e bölünür. Doğru cavab olur 2. Və 4'e qalıqsız bölünür da 7-ci sualda doğru cavab Y variantı olur. 8. Dovşan pilləkənləri hər tullanışda 2-2 qalxıb 3-3 düşdü. O ümumilikdə 25 dəfə tullanmış olarsa, pilləkənin pillələrinin sayını tapın. Baxın, tutaq ki, pilləkənin pillələrinin sayı olsun x. Bu zaman 2-2 qalxırsa, deməli bilirik də x qədər pilləkən var, 2-2 atlayır. Yəni x-i bölü 2-yə. Bu 2 dənədən 1 atlayır, attım sayı olur x bölü 2. Düşəndə 3-3 düşürsə, deməli x dənə pilləkən varsa, 3-3 düşürsə 3 dənədən 1 belə deyək də pilləkəna addımını atırsa, addımlarının cəmini tapmaq üçün x-i də böləm 3-ə. Və bu cəm bərabər olur 25 dəfə tullanmış olurdu ümumilikdə. Onda bunu vururam 3-ə, bunu vururam 2-yə. Olur 3x üstə gəlinsin 2x bölünsün 6 bərabərdir 25-ə. Onda 5x bölünsün 6 bərabərdir 25-ə. Onda 5x bərabərdir 25 vur 6 və x də bərabərdir 25 vur 6 böl 5 bərabərdir 30-a. Doğru cavab pilləkənlərin sayı olur 30 B variantı. Bu sual belə deyək də pilləkən məsələlərinə aid olan bir mövzunun sualıdır. Pilləkən məsələlərinin ətraflı izahı Riyaziyyat Sənan Vəliyev YouTube kanalında mövcuddur. Həmin izaha baxa bilərsiniz. Bunun da başqa bir yolu da var. Axı, baxın, deyir, dovşan pilləkənini hər dəfə 2-2 tullab 3-3 düşdü. O ümumilikdə, yəni cəmi 25 dəfə tullanmış olar. Əgər cəmi deyilsə, neçə-neçə qalxıb, neçə-neçə düşürsə, 2-nin üstünə 3 gəlirik 5. 25-i bölük həmin 5-ə, düşür ki, 5 dəfə ortaq addım var. Onda deməli, qalan 2-2 qalxıb düşdüyünü və bu aldığım 5'i bir-birinə hamısını vururam, cavab eləyir 30 addım. Yəni 30 pilləkənlərin sayı olmuş olur. Yəni neçə-neçə qalxıb, neçə-neçə düşdüyünü və bunu da toplayıb 25'ə böldüyüm ədədə vururam. Neçə dənə pillə olduğunu tapıram. 2 yolla da eləyə bilərsiniz. Kim ki bu suallarda çətinlik çəkirsə, Riyaziyyat Sənan Vəliyev YouTube kanalında pilləkən məsələləri başlığı altında həm video izah, həm də MHM-in test izahlarını paylaşmışam, baxa bilərsiniz. 9-cu suala baxaq. Deyir, həyətdə toyuq və dovşanlar qaçır.
Onların birlikdə başı 35-dir, ayağı isə 94-dür. Baxın, toyuqların sayı ilə dovşanların sayının cəmi 35-ə bərabərdir. Niyə? Çünki həyətdə toyuq və dovşanlar qaçır. Yəni toyuqla dovşan var. Onların birlikdə başı 35 başı varsa, toyuğun da bir dənə başı var, dovşanın da bir dənə başı var. Cəm də bərabər olur 35-ə. Amma 94 ayağı var deyirsə, toyuğun 2 ayağı var. T sayda toyuğun 2T ayağı olur. Dovşanın da 4 dənə ayağı var. Məsələn, 5 dənə dovşanın 20 ayağı olur. Niyə görə? Çünki 5-i vururam ayaqlarının sayına. Onda D qədər dovşanın 4D ayağı olur. Bu da bərabər olur 94-də. İndi sistem tənliyi həll edirəm. Əvəz etmə üsulundan istifadə edəcəm. Məsələn, tutaq ki, dovşan bərabərdir 35 çıx toyuğa. Buradan getirib yerini yazıram. 2T üstə gəlsin. 4 vurulsun 35 çıx T bərabərdir 94-də. Onda 2T üstə gəlinsin. 140 çıxılsın 4T bərabərdir 94-də. T'ləri bir tərəfə, rəqəmləri bir tərəfə yığıram. 140 çıx 94 bərabərdir 4T çıx 2T. Buradan da alıram 6, deməli 46 bərabərdir 2T-yə, T bərabərdir 23. Deməli 23 dənə toyuq, 12 dənə də dovşan var. Bizdən neçə toyuq var onu soruşur. Doğru cavab olur A variantı, 23 dənə toyuq var. Daha sonra 10-cu sual. Kəsrin surəti məxrəcindən 3 vahid azdır. Bilirik ki, kəsr xəttində, məsələn, A bölünsün B kəsrində. Bura kəsrin surəti, bura məxrəci, bu düz xətt isə kəsr xətti sayılır. Bizə deyir ki, kəsrin surəti məxrəcindən 3 vahid azdır. Yəni ki, kəsrin surəti x-dirsə, məxrəci x üstə gəlir 3-dür. Bu kəsrin sürət və məxrəcini bir vahid azaltsaq, yəni sürətdən də 1 çıxsaq, məxrəcdən də 1 çıxsaq, kəsrin qiyməti bərabər olacaq 2-də 1-ə. Biraz da sadələşdirsək, x çıx 1 bölünsün, x üstə gəl 2, bərabərdir 2-də 1-ə. Onda çarpaz vursam, 2 vurulsun x çıx 1, bərabər 1 onsuz da nəyə vursam özünə bərabərdir. Onda 2x çıxılsın 2 bərabərdir x üstə gəl 2-yə. Buradan da alıram ki, 2x çıxılsın x bərabərdir 2 üstə gəl 2-yə. Yəni x bərabər 4-ə. Sən demə, əvvəlki kəsr x bölünsün x üstə gəl 3 deyildi. Yəni 7-də 4 kəsri idi. Bizə də deyir ki, əvvəlki kəsrin surət və məxrəcinin cəmini tapın. 7-də 4 kəsrinin surət və məxrəcinin cəmi eləyir 11. Doğru cavab olur D variantı. Bugünlük bu qədər. İnşallah növbəti çalışacağım ki, sertifikasiya imtahanının tarixinə qədər, yəni 19-20 iyuna qədər tez-tez belə videolar paylaşım ki, sizlər üçün ümumi bir təkrar olsun. Özü hazırlaşan aramızda müdavimlər bilirəm ki, çoxdur. Onlara da uğurlar arzulayıram. Eyni ilə də belə deyək, hazırlaşan və çoxlu test işləyən müdavimlər var ki, təkrar eləmək istəyirlər, amma bilmirlər necə təkrar eləməlidirlər. Çoxlu sınaqlar işləyərək təkrar eləyə bilərsiniz. Ona görə də tez-tez video izahlar sizlər üçün paylaşacağım. İnşallah video bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti izah videolarında görüşənə qədər. Sağ olun, salamat qalın.